İmam Hüseyin məktəbində, Kərbəla məktəbində bir dərs var. Bütün insaniyyəti bəşər tarixindən, doğulandan tabiinə, bəşər yaranandan tabiinə, bütün insaniyyəti, bəşəri əhatə edən bir dərs. Yəni, insan var olduqca o dərsdən öyrənməsi lazım. O dərsi bilməsi lazımdır. O azadlıq, azadəlik dərsidir. Hansı ki, ərəbcədən mənası hürdür, hürriyyət də bu sözdəndir. Azadəlik dərsi. Biz Kərbəla məktəbində bu azadəlik dərsini görməkdəyik. Amma biz bu dərsi başa düşməyimiz üçün gərək azadlıq, azadəlik nədir? Bunun özün, bu məhkumun özün dərindən dərk edək ki, İmam Hüseyin məktəbində bu dərsləri başa düşür. Azadəlik, azadlıq, o ki, əksik qul olmaqdır, kölə olmaqdır. Yəni, kimsəyə qul olmamaqdır azadəlik. Kimsəyə boyun əyməməkdir azadəlik. Azadlıq. Amma hər şeyin mənbəsi olduğu kimi, azadəliyin də, azadlığın da mənbəsi. Gərək biz istəyiriksə mütləq doğru düzgün azadəliyi, azadlığı dərk edək, mütləq gərək mənbəsinə başlayır. Mənbəyin axtararsa bağlı. Azadəliyin mənbəyi Allah. Bu Allah ki, tək yenilməz qüdrət sahibidir. Tək ixtiyar sahibidir. Öz işlərində tək azad, tək ixtiyar sahibi olan varlıqdır. Mütləq azadəlik, mütləq azadlıq Allah'a məxsusdur. Allahdır ki, öz işlərində sorğu-sual olunmaz. Allahdır ki, öz işlərin azad şəkildə, özü istəyən şəkildə yerinə yetirir. Amma Allah heç zaman pis, çirkin işləri sevməz, istəməz, etməz. Subhanallahın da mənası budur. Allah bütün çirkinliklərdən pakdır, azad olması ilə bərabər, azadlığın mənbəsi olması ilə bərabər. O ki, məclislərimizdə qeyd elədik, Hüseynicilər, Kərbəla məktəbinin şagirdləri gərək agah olsunlar, zamanəsi ilə əlaqələndirsinlər bu məktəbi. Əgər dərs götürmək istəyirlər. Zamanəsində bu məktəbin örnəklərini tapmasa, bu məktəbin halını tapmasa, insan dərk eləyə bilməyəcək. Yəni, keçmiş tarixi danışmaqla bu gündə təsiri olmasa, faydası olmur. Buna görə insan Kərbəla məktəbindən dərs alan, gərək zamanəsi ilə əlaqələndirsin. Baxın, bu günümüzdə də İslam'a zərbə vurmaq üçün, İslam'ı gözdən salmaq üçün, insanları İslam'dan uzaq tutmaq üçün bəzi iradlar tutmağa çalışırlar Qərb aləmi, Avropa, Amerika. Azadlıq bir məhkumun atıblar ortaya, insanları, xüsusən müsəlmanları, öz dinində itaətkar müsəlmanları bu yoldan azdırmağa çalışırlar. Və bunların azdırdığı da zahirdə, yəni doğulandan müsəlman ölkəsində doğulduğu üçün adda müsəlman adlananlardır bunlara aldananlar. Bu məktəbdən, bu bulaqdan su içənlər deyil, bu məktəbdən dərs alanlar aldanmazdılar azadlıq var.
Bütün dünyada var çəkirlər azadlıq, söz azadlığı, fikir azadlığı, düşüncə azadlığı, nə bilim, əməl, hərəkət azadlığı, yəni insanların azad şəkildə insanları hərəkət eləməyə təşviq edirlər. Və bu bir növ İslama qarşıdır. Belə bir təəssürat yaradırlar, sanki İslam azadlığı əldən olur. Amma həmd olsun o Allaha ki, Allah bizlərə həqiqi İslamı tanıdı. Bu nədənlə mən istəyirəm həqiqi İslamda həqiqi azadlığı tapdıram. Həqiqi azadlıq nədir? Və Qərbin bizlərə öyrətdiyi azadlıq nədən ibarətdir? Buna görə hamıdan xahiş edirəm, bir qədər diqqətli olar ki, mövzunu doğru düzgün anlaya bilək. Bu mövzu çox mühüm mövzudur ki, öz dinimizdə sabitlik, sabit qədəm olmaq, öz dinimizdə möhkəm, öz əqidəmizdə möhkəm olmamızdır. Azadəlik mövzusunu anlamalıyıq ki, İslamın hökmlərində icra eləməkdə tələsərik. Qərbin bizə öyrətdiyi azadlıq nədən ibarətdir? Bunların azadlığı öz həva həvəsinə itaət eləməkdən ibarətdir. Yəni, Qərbin bizlərə təlqin elədiyi azadlıq, sən insansan, nə istəyirsən onu elədir. Maraqlı burasındadır ki, İslam da bunu deyir. Və İslam bunu deyəndə, sən insansanı xüsusi vurğulayır. Sən insansan. Sən nə istəyirsən onu elə. Yəni, insanlığı uzaq tutub, əməlində ixtiyar sahibi qoyub Allah insanlığı. Və çatdırıb ki, insanlıq, həqiqi insanlıq nədən ibarətdir? İnsan surətində biz insana doğru yolu göstərdik. Amma insanı qul eləmədik, məcbur eləmədik, kölə eləmədik. Və sadəcə doğru yolu göstərdik. İmmə şəkinən və immə kəfura. İstər doğru yolda olub şükür edənlərdən olsun, İstər doğru yolu tutanlardan olsun, biz bu yoldan sevilənlərdən olsun. Qərbin bu günləri bizlərə öyrətdiyi azadlıq əslində insanın öz həva həvəsinə itaət eləməsidir. Yəni, öz nəfsün, öz həva-i nəfsün, həva həvəsin hər nə istəyir, onu elə. Yəni, bir kəs kütənin ortasında müəyyən əxlaqa zidd olan hərəkətlər eləyirsə, qərb nəzərində bu azadlıqdır. Yəni, ağlına nə girdi onu eləsin, ağıl da eləsin və bu nəfsinə itaət. Hər nə istəyir, onu eləsin. Bu, qərbin azadlığa verdiyi tərifdir. Həva həvəsin nəyi əmr eləyir, ona əməl elə, buna deyilir azadlıq. Hər nə istəyir, nəfsin onu elə, hər nə istəyirsən ye, hər nə istəyirsən iç, sən azaddır. Amma İslam insana özün tanıdır, nələrdən təşkil olduğun tanıtdırır. Və İslam bildirir ki, səni pisliyə söz eləyən nəfsindir. İslam nəzərində azadlıq nəfsinə itaət etməmək, nəfsin köləsi olmamaq. Yəni, bir insan istəyirsə Allah nəzərində azad olsun, öz nəfsindən azad olsun. Öz nəfsinin istəklərindən azad olmalıdır. Necə ki, Qur'an buyurur, Cəhiyyətən nəfsul mütməin. Ey özünə arxayın, ey öz nəfsindən azad olan, nəfsinə qul olmazdan azad olan kəs. Dön Rəbbə tərəf, sən ondan razı halda, o da səndən razı. Allah bizlərə həqiqi azadlığı nəfsə qul olmamazda göstərdi.
Buna görə Kərbəla şəhidləri azad edilmiş. Onlar nəfslərinin qulu olmadılar. O nəfsi insanı aldadıcı dünya zinətlərinə təşviq edir. O isə keçici, ötəri bir həvəsdən, hisdən ibarət, ötəri bir ləzzətlərdən ibarət. Qərbin bizə təlqin elədiyi azadlıq əslində insanlara yox, heyvanlar aləminə məxsus olan azadlıq. O şəkildə azadlığı yaşayan, hiss eləyən heyvanlıqdır. Əgər bu azadlıqdırsa, bu heyvanlardır ki, yəni heyvanda ağıl yoxdur ki, nəfsdir, hər nə istəyir onun dalında gedir. Kiminin zəmisinə girir, kiminin, nə bilim, həyətinə soxulur. Qərcə bizə heyvan kimi yaşamağı təlqin edir. Sən də get, kimin necə istəyirsən elə, kimin haqqını istəyirsən ye, sən azadsan. Və İslamın əmirləri ki var, hökmləri ki var, əslində bu hökmlər insanı azad eləmək üçündür, buna qarşı tuturlar. Əfsuslar olsun, bu bizim Azərbaycanımızdadır, qərbə uyan Azərbaycan. Xüsusən güya fəal, güya düşüncə sahib olan qadınlar, nə bilim, sayt yaradırlar, bir xüsusi bir məclis yaradırlar, məktəb yaradırlar bunların öz nəzərində azad qadın düşüncəsi. Yəni, hicab qadının azadlığın əlindən alır şuarı ilə qızlar bu günləri dar çəkirlər. Yəni, Allah düzgün eləməyib, İslamın bu hökmü yanlışdır. Qadınların hicaba, örpəyə bürünməsi əslində onların azadlığın əlindən almasıdır. Qoy necə istəyirlər, elə də geyinsinlər. Amma bu bir həqiqətdir ki, azad şəkildə hərəkət eləmək istəyən insan örtünər, pərdələnər. Çünki insan evin içində sözdən daha rahat olur. Bəs nədən sən evin içində qapalı, pəncərəvi bağlayırsan, qapığı bağlayırsan, pərdəni çəkirsən, sonra rahat şəkildə hərəkət eləyirsən? Əgər o səni azadlıqdan məhrum eləyirsə, sən heç evdə yaşama. İşte artıq fələmələr dur, orada yaşa. Nə abır bilmə, nə həya bilmə. Buna görə qərb mədəniyyətində abır, həya, mənəviyyat məhkumu anlayışı müafiləşməkdədir. Yəni, yavaş-yavaş aradan getməkdədir. Bu nədəndən müsəlmanlar gərək agah olsunlar. Müsəlmanlar bu diliyə uymasınlar. Xüsusən Kərbəla məktəbinin davamçıları, xüsusən bizlər. Dedik ki, mütləq azadlıq Allaha məxsusdur. Amma bunlar Allaha ibadəti də azadlıqdan məhrum edilmə sayılır. Amma bu bir həqiqətdir ki, yaradan yaradılmışla bir ola bilməz. Yaradanla yaradılmış arasında fərq var. Azadlıq yaradana qarşı deyil, yaradılmışa qarşı azadlıq. Yaradılmışın köləliyindən azad olmaqdır, yaradana itaətdən azad olmaq, əslində qul olmaqdır. Çünki yaradan azadlığın mənbəyidir. Azadlığın mənbəyindən üst çevirmək, qulluğun mənbəyinə gəlib çatmaq. Yəni, qulluğa üst tutmaqdır, köləliyə üst tutmaqdır. Əsl azadlıq istəyirik, azadəlik istəyiriksə, gərək azadəliyin mənbəyinə tələsək, onun rizayətinə, razılığına tələsək. Yəni, yolun qaşı gözü olmur ki, yol da buyurur. Azadlıq, azadəlik mütləq azad olana itaətdədir. Qul olana itaət qulluqdur, azadlıq deyil. Azad olana itaət azad.
Buna görə biz gərək anlayaq bu məktəbdən dərsləri. Biz gərək başa düşək. Başa düşək ki, Allah bizə namazı vacib eləməklə ay mənim yaratdığım, qoş mənə tərəf. Azad olmaq istəyirsən, azadlığın mənbəyinə itaət edər. Mənə itaət eləməklə sən qul olanlara itaət eləməmək qüdrətinə malik olur. Sən qul boyunduruğundan azad olursan. Paçlığı sevmək, çirkinlikdən uzaqlaşmaq. Hər nə qədər paçlığa yaxın olsa, bir o qədər çirkinlikdən uzaq olur. Hər nə qədər azadlığın mənbəyinə yaxın olsa, bir o qədər qulluqdan, köləlikdən azad olacaq. Və mən bunun bir nümunəsini gətirmək istəyirəm. Allah bizi də o tövbəkərlərdən qərar versin. Azadlıq deyəndə mən burada Kərbəla şəhidlərindən olan Hürr bin Yezid Riyahini bu məclisdə yad eləmək istəyirəm. Məclis onların məclisidir. Amma biz bilirik ki, Hürr çox xətalar elədi. Kərbəla hadisəsinin baş verməsinə səbəb də elə Hürr oldu. Yəni, İmam Hüseyin əleyhissalamın Kərbəlaya tərəf səmt almasına səbəb Hürr oldu. Küfəyə gedən yolu bağlayan Hürr oldu. Amma buna baxmayaraq, Aşura günündə Hürr başa düşdü ki, səhv eləyib, xəta eləyib və bir anda bu qəflətdən ayıldı, azad oldu. Yəni, azad şəkildə düşünməyi bacardı. 30 minlik qoşunun vahiməsi bunu bürümədi. Hər nə qərar verəcəyi təqdirdə bu qərarın ona zərər verəcəyi bunu düşünmədi. Yəni, əks qərar verəcəyi təqdirdə. Bir Aşura günündə başa düşdü ki, səhv eləyib, o ki, şimdi əmr vermişdir. Qəflə yesin. Hür dedi, and ola Allaha, cənnətlə cəhənnəm arasında qalmışam. Qul olmaz, cəhənnəmdə olmaz deməkdir də. Azadəlik, ona cənnət olan azadəlikdir. Dedi, and ola Allaha, cənnətlə cəhənnəm arasında bizim başında qalmışam. Amma Hür nəfsinə qul olmaqdan üzüldü. Azadlığı sevdi. Azadlığa doğru tələsdi. Gəldi xəzalətli halda Hasan kimi İmam Hüseyin ağanın məhzərinə önündə üzün sürtdü torpağa. Başladı hönkür-hönkür ağlamağa. Ağlaya-ağlaya deyir, bilirəm ağa, mən səbəb oldum sənin bu faciəyə yaşamağıma. Mən səbəb oldum başıma gələn bu müsibətlərə. Mən səbəb oldum bu gündə sən öz yaxınlarınla, ailənlə əsir düşməyibə. Mən səbəb oldum bu günləri sizin başına gələn hər cür müsibətlərə. Bilirəm günahkaram. Amma mən nəfsimin mənə səlqin elədiyi zinətlərə, dünya zinətlərinə uymuşdum. Bunları bilə-bilə gəlmişəm, düşürəm sənin ayaqlarına ki, məni bağışlayasan. Mən indi anladım həqiqi azadlıq nədəymiş, mən indi anladım haqq hardadır. İman gözlərin yandığı halda qaldırdı Hürrün başın torpağın üstündən, ayaqları altından. Dedi, razı deyirəm ki, bu qədər xəzalət çəkəsən. Razı deyirəm bu qədər xəzalət çəkəsən. Haqqı dərk elədin, bu sənə yetər.
Dedik ki, hürrün mənası azadlıqdır, azadəlikdir elə. İmam Hüseyin ağamda dedi, aman sənə bu adı qoymaqda çox düzgün, doğru seçim eləyib. Həqiqətən də sən azadsan. Həqiqətən də sən azadsan, nəfsinə qul olanlardandırsan. Hür birinci istədi şəhid olmağı, bax o ən böyük xətanın sahibi, Kərbəla şəhidlərinin içərisində ən birinci şəhid olan kəsdir. Və özü ilə bərabər onun bir sadiq xidmətçisi var idi, o da qəbul elədi, keçmişdi İmam Hüseynin əshabı tərəfinə və həmçinin bir dənə də oğlu, öz oğlu da keçmişdi. Və hür ilk olaraq oğlu ki şəhid oldu, o hür ki imamın qarşısını kəsmişdi, Yezid qoşunundaydı, nəfsinin qulluğundan tutması sayəsində bir anda anladı. O həssasatı ki, oğlu şəhid oldu, İmam Hüseyin yolunda hür dedi əlhamdülillah. Oğlumun da şəhadətini gördüm haqq uğrunda. Və özü tələsdi şəhadətə. Özü tələsdi birinci şəhid olmağa və istəyinə də nail oldu. Hürə zərbə dəydi, bir yerə yıxıldı, İmam Hüseyin ağa gəldi başının üstünə, ağlayaraq bu sözləri dedi. Və həmin ilk cümlələri təkrar elədi ki, sən həqiqətən azadsan. Bizim istəyimiz də bu idi, insanlara azadlığı öyrədək, insanları köləlikdən xilas eləyək. Və bu bir həqiqətdir ki, üstündən 850 ildən çox vaxt keçməsinə baxmayaraq, Hicrətin 914-cü ilində Şah İsmail Xətai Bağdadı tutanda, qətl eləyəndə Hürrün qəbrini atdırır. Çünki bir sual düşündürürdü bunu, görəsən Hürrün tövbəsi həqiqətən qəbul olub ya yox. Hürrün qəbrini atdırır, o ki Allah buyurur, şəhidlər ölməz, Allah yolunda öldürülənlərə ölü deməyin. Görür ki, sanki indi bu dəqiqə şəhid olur. Bədən istəyir, İmam Hüseyin ağa öz dəsmalın hədiyyə eləmişdi, Hürrün şəhadəti üçün. Dəsmalın bağlamışdı alnının qanına, dəsmalı qaldırırlar, görürlər qan axır. Şah İsmail istəyir, dəsmalı götürsün, təbərrüsün, hər nə qədər başqa bir dəsmal bağlayırlar, qanı kəsilir. Elə ki, İmam Hüseynin o mübarək dəsmalın öz əlləri ilə bağladığı dəsmalı bağlayırlar, Hürrün alnına, qanı kəsilir Hürrün. Belə təhvil alasan gərək. Öz imamından belə rizayət, belə razılıq alasan gərək. Belə məhəbbətin qazanasan gərək ki, sənin nə cəsədin, canın, bədənin sürüsün, nə ruhun sürüsün. Biz gərək bu gün bu məktəbdən dərsləri belə təhsil ki, ölümümüz də budur olsun. Min illər çıxmasına baxmayaraq, nə bədənimiz sürüsün, nə ruhumuz, nə həqiqətlərimiz sürüsün. Allah'a and verək öz izzətinə, öz cəlalına, bizi həqiqi azadlığı dərk edən və qullara qul olmaqdan azad olan bəndələrindən qərar versin. Allah and verək öz izzətinə, öz cəlalına, qəlblərimizdə olan İmam Hüseyin məclisinə qarşı, qurulan bu məclisə qarşı, əzadarlıq edənlərə qarşı, qəlblərində kin küsurəti olanların, həmin kinlərin, küsurətlərin Allah namüzün eşqiyinədir. Və bizləri haqqı taət edən bəndələrindən qərar versin. Bu məktəbdən dərs almaqda bizlərə yardımcı olsun. Dərslərimizi davamlı, axarlı dərslərdən qərar versin. Selamun aleyküm və rəhmətullah.